Yəni mən Şəfadan olsam, yəni təbii ki, rəhbərləri var, öz qərarları var. Yəni gələn kimi böyük hədəflər dalınca getmərəm amma. Onsuz da 2,5 milyon da verir. İnfrastruktur üçün daha çox yatırım eləyərəm. Ev yox. Bu arada Şəfanı da təbrik eləmək lazımdır. Bütün yaş qrupları var. Bəli, bəli. Hətta qız komandasına belə. Çox yaxşı yerə toxundun. Mən o Hüseyn Axundovdur, səhv eləmirəmsə familiyası 20 ilə yaxındır dostluğumuz var. Sağ olsun elə bu kurslar zamanı Affanın məşqçilik kurslarında mən Şəfanın 16 komandasını da verdim. Yəni o məşqləri keçdim də orada. Yəni çox gözəl istedadlı uşaqları var. Yəni səhv eləmirəmsə 7-8 yaş qrupu var. Əməlli başlı, yəni uşaqlara geyim təmin eləyirlər. Su, yemək, hər şey ideal səviyyədədir. Şəfa rəhbərliyini bu barədə təbrik eləmək lazımdır. Niyə görə? Yəni ötəri gəlmirlər də Premyer Liqaya. Yəni əməlli başlı belə deyək, Azərbaycan futbolunda nələrisə mövcud eləmək üçün, hansı işləri görmək üçün gəlirlər. Yəni onlara təbrik eləyirik buradan. Vacib nöqtəyə toxundun Ahmet. Ötən verilişdən sonra bir qədər narahatçılıq hiss etdim özümdə. Niyə? Mən qeyd etmişdim ki, aşağı liqalarda yalnız Dinamo komandası. Həqiqətən danışdım düşdü. O da danışdıq ki, hə. Şəfa komandasının mən bildiyim qədərlə bir neçə yox, bütün yaş qruplarında, hamısı. Bütün yaş qruplarında Afan çempionatında keçir yarışlarda iştirak eləyirlər. Mən gözümün şahidiyəm yəni. Bəli. Bu yaxınlarda komandanın akademiya rəhbəri olaraq Nadir Nəbiyev təyin olundu. Çox hörmət elədiyim bir futbol adamıdır, futbol mütəxəssisidir, işini bilən adamdır. Nadir müəllimə də buradan uğurlar arzulayıram. Önəmlidir aşağı liqalarda. Niyə? Çünki orada lisenziya tələbi yoxdur. Yəni o klubları saxlamaya da bilərsən. Heç bir klub səndən federasiya bundan sənə tələb eləmir. Premyer Liqa klublarından belə bir tələb var. Mən o klublara niyə çox hörmət eləyirəm? Həqiqətən o yaş qrupları kifayət qədər xərc tələb eləyir. Onu saxlamaya bilərsən, əsas komandanı gücləndirə bilərsən. Və orada çalışan bəlkə də bir 20-yə yaxın Azərbaycanlı məşqçi var. Məşqçi var. Yəni məşqçilər çöldə qalmırlar. Futbolu bu adamlar sevir. Azərbaycan futboluna bu adamlar xidmət eləyir. Azərbaycan futboluna bu adamlar dəyər verir. Ötən dəfə Dinamonu misal çəkdi, indi Şəfanı misal çəkdi. Akademiyaya diqqət ayıran, akademiya klublarını saxlayan. 100%. Bu arada mən belə nacizanə federasiyanın məsəl üçün bəlkə də bu bizim belə o bir söz var, deyir mənim dədəmin komandasıdadır. Yəni mənim bir komanda ilə bir belə hər hansı bir əlaqələrim də yoxdur. Məsəl üçün mən Azərbaycan Futbol Federasiyasında işləyən insanların yerində olsaydım, Dinamonu gələn mövsüm 1-ci liqada oynadardım. Niyə görə? Çünki Azərbaycanlı uşaqlar ki orada var, yəni 300-ə yaxın Azərbaycanlı uşaq orada hal-hazırda futbolla məşğuldur. O kluba dəstək niyyəti ilə birbaşa o klubu hətta birinci, ikinciyə tutmadan belə birinci liqaya vəsiqə qazansa o klub, siz təsəvvür edin ki, oradan nə qədər uşaq yetişə bilər Azərbaycan futbolu üçün.